Selamun Aleyküm ve Rahmetullah. Aleykümselam rahmetullahi ve berekatuhu. Son zamanlarda müxalifətçisindən siyasətçisinə kimi, hətta bu məsələyə aidiyyəti olmayan insanlar sələflik barədə danışır. Biz isə istəyərdik ki, sələflər barədə sələflərin özlərindən soruşaq. Sələflik nədir və sələflər kimlərdir? Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. Ən birinci hər kəsi salamlayıram Allahın salamı ilə. Sonra ümumiyyətlə bilmək lazımdır ki, insan gərək öz sahəsində, öz bildiyi sahədə danışsın. Yəni, hər kəsin sələflik barədə fikir bildirməsi onu öyrənəndən sonra olmalıdır, onu biləndən sonra olmalıdır. Yoxsa əks halda bu böhtana, şərə, insanlar haqqında iftiraya aparıb çıxarda bilər. Allah təala buyurur ki, "La taqfu ma laysa laka bihi ilm." Özünün elmi olmadığı şeydə danışma. Həqiqətən də göz və qulaq və qəlb, onlar hamısı məsuliyyət daşıyır. Yəni, insan bilmədiyi bir şey barədə sussa, danışmasa, onun üçün daha xeyirlidir və bu daha məsləhətlidir. Və bu qərib deyil insanların sələfilik barədə çox danışması. Çünki insanlar hiss edirlər ki, sələfilik, bu dəvət insanların qəlbinə yol tapır. İnsanlar bu dəvətin mahiyyətini anlayırlar, başa düşürlər və bu kimlərisə ola bilər ki, narahat eləsin. Bu başa düşüləndir. Lakin danışanda da gərək öyrənəsən, biləsən, dəqiq, yəni məsələni özündə əhatə eləyəsən, sonra o barədə fikir, rəy, o barədə öz elmi insanlarla bölüşəsən. Amma mücərrəd eşitməklə, oradan, buradan, kimlərdənsə və necəsə və hansısa bir saytdan girib, o sayt ki, məsələn, sələfliyə müxalifdir, onlardan öyrənmək, onlardan götürmək və onu şüar kimi insanlara çatdırmaq, bu, təbii ki, bilməməzliyin səbəblərindəndir, bilməməzlikdən irəli gəlir. Sələfiliyi sələflərin kitablarından öyrənmək lazımdır. Sələfiliyi onların məstərlərindən götürmək lazımdır. Məstər də Quran və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisləridir və Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələrinin yoludur. Ümumiyyətlə, sələfilik nədir? Sələfilik, yəni kitab, Allahın kitabı, sünnə, Peyğəmbər sallallahu əleyhi və səlləmin səhih sünnəti və o əsrdə yaşamış sahabələr və onlara gözəl şəkildə tabi olan alimlər. Onların yolu sələflik deməkdir. Amma sələfliyi kimlərinsə hərəkətinə bağlamaq, kimlərinsə əməlinə bağlamaq və bunu sələflik adı ilə insanlara çatdırmaq, bu düzgün, yəni yanaşma deyil. Allah Teala bizə ədalətli olmağı, İnnallaha ya'muru bil adli, Allah Teala ədalətli olmağı əmr edir. Və iza qultum fa'dilu, dediyiniz zaman Allah Teala deyir ki, ədalətlə deyin. Sələflik ötüb keçənlərə, bizdən ötüb keçənlərə tabeçilik deməkdir. Bizdən qabaq ötüb keçənlərə təbii ki, tabeçilik deməkdir. Onlar sahabələr, ondan öncə Allah Rasulü sallallahu aleyhi və səlləm və onların arxasınca gözəl şəkildə gəlib gedənlərdir. Hətta görürsən, sələfilərə Vahabi də deyirlər. Belə bir ad da deyirlər. Bu ad da yanlışdır. Sələflərin Vahabiliyi ilə heç bir əlaqəsi yoxdur. Və o insanlar əgər İmam Əbu Hanifənin kitablarını oxusalar və İmam Şafinin kitabını oxusalar, İmam Əhməd ibn Həmbəlin, həmçinin İmam Malikin, həmçinin İmam Əvzainin, həmçinin başqa imamların kitablarını oxusalar, onlar orada sələf sözünü taparlar. Sələf sözünü orada görərlər, o sözə rast gələrlər. Vahhabili isə bağlıdır Muhammed ibn Abdülvahhabla. Muhammed ibn Abdülvahhab 4 əsr bundan qabaq yaşayıb. 4 əsr bundan qabaq yaşayıb. İmam Şafi isə 12 əsr bundan qabaq yaşayıb. 13 əsr bundan qabaq yaşayıb. Əbu Hanifə və başqa sahabələr, başqa daha doğrusu tabeinlər və başqa alimlər. Onların sələfiliyə aidiyyatı var. Amma Vahhabiliyə, bu iftiraya onların heç bir aidiyyatı, heç bir dəxli yoxdur.